Məhkəmə Rusiyanın Krasnodar diyarında Azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus əmlaki həbs qoyub. Yenavaz.com xəbər verir ki, bu barədə Kommersant nəşri məlumat yayıb. Məlumata görə Krasnodar diyarının arbitraj məhkəməsi Şahlar Novruzovun Rusiyada olan əmlakının müsadirə edilməsi ilə bağlı baş prokurorluğun iddiasını təmin edib. Məhkəmənin qərarına əsasən Rusiya Tuapse Dəniz Ticarət Limanı MMC və TMCP Enterprise MMC-nin nizamnamə kapitalındakı səhmlərin 100%-ni əldə edib. Dövlət həmçinin Darfurut MMC məxsus Temiryuk dəniz daşınması terminalını və obyektlərini alıb. Aktivlərin əvvəlki sahibi Şahlar Novruzovdan başqa iş üzrə təqsirləndirilən şəxslər arasında hazırki sahiblər və Britaniyanın Virginia adalarında qeydiyyatdan keçmiş Vonixel Limited şirkəti də var. Nəzarət orqanının məlumatına görə 1994-cü ildən başlayaraq bir sıra qeyri-qanuni əməliyyatlar baş verib və nəticədə Tuapse limanındakı estakada və bir neçə binaya nəzarət cavabdehlərə verilib. Prokurorluq iddia edir ki, dövlət mülkiyyətindən çıxarılan aktivlər Rusiyanın strateji təhlükəsizliyini təmin etmək üçün vacibdir. Stat: Mübahisəli aktivlərlə bağlı bütün əməliyyatlar ləğv edilib. Tuapse Dəniz Ticarət Limanı və TMPC Enterprise MMC idxal edilən konteyner yüklərini idarə edir. Bura ilk növbədə Türkiyədən gətirilən meyvə-tərəvəz məhsulları daxildir. Statın sonu. Qeyd edək ki, Şahlar Novruzov hazırda külli miqdarda dələduzluq ittihamı ilə həbsdədir.